Aziz dostlar, 400 kvadrat yerdi gazların yeri. Elhamdülillah. Hava neçə gündür yağışlı keçir. Qazlar ayaqları ilə paltır gətirirlər damın içinə. Hoşum belə bir damdır. Yekə 400 kvadrat. Kaçtı bir 250 kvadratını eləmişəm. Qalıb yarısı. İndi bu hissə eləyəcəm inşallah. Bu hissə, indi bu hissə eləyəcəm. Bura sən deyən çox da yaş deyil. No, heyvan da yəni yatanda bax ayağın altı belə qar kimi olsun. Quru olsun. Qazlar. Həyətdə gözləyirlər. Hoşum var belə. Yumurta yerlərinə hər gün təzə sveji aplik atıram ki, yumurtalar nə olsun? Tikli olmasın, təmiz olsun. Gecə hava soyuqdur. Gecə yerlərinə hoşum bir iki əlavə qarğıdalı verirəm ki, yesinlər, səhərə qədər heyvan şeydə qalmasın. Ya hoşum burada da var, o əndə də var.
O getmək istəmirəm, ora aplikalamışam, istəmirəm. Tez aplika şey olsun. Olsun. O belə, indi heyvanları gecə salacam. Startda gözləyirlər. Ərazidə fırlanırlar. Düşünmə, heyvanlar. Həyat biraz şeydir, bulaşıqlıdır. Düşünmə belə. Elhamdülillah, qalan hissələ indi yavaş-yavaş aplikalayım, geçsin. Yem aplika gətirim skladdan. Töküm buralığı da, işte bu qazlarımız rahat yatsınlar. Yumurta mövsümüdür. Ayaqlarının altı isti olsun. Bu asasla bu yanvar, fevral ayları olur. Bu yağışlı aylar. Önce mart gəlir. Həyat damlar palçıq olmur. Gün qurudur. Heyvan özü də narahat olmur. Yani belə bir sıkıntılar olmur. Əsas bu 2 ay olur. Bu 2 ayda diqqətli olmaq lazımdır. 2. Alıcı bura qurudur. Yani bura sən deyən çox qumdur. Əsas yanvar, fevral ayları diqqətli olmaq lazımdır. Təsərrüfatçılara nəsihət edirəm ki, sabah eləyərəm, gün çıxar, nə olar. Elə şey haqqında düşünməyin. Lazımdır, axırıncı qəpiyi belə verəcəksən. Heyvanın altın qurucuq, bizim təsərrüfatçıların 8 ay heyvanı yemləyirik ki, 4 ay nə var ondan məhsul alacaq. Aya 15 ton, 20 ton yem veririk ki, nə var 4 ay məhsul alacaq. O 4 ayı da yəni israf etməyək, şey eləməyək. Məhsuliyyətsiz yanaşıb o 4 ayın da heyvanı xəstəliyə salıb, heyvanı revmatizmiya salıb yumurtalığını yandırmayaq. Odur ki, lazımdır, əziyyətə qoşulacaq və nə edəcəyik? Bu məsələni həll edəcəyik kökündən. İnşallah siz videoya baxmağa və bəyənməyə davam edin. Mən də öz işimi görüm. Götürürük aplikalarımızı buradan. İyi gedirik daşı. Aziz dostlar. Deməli dostlar, neyi nəzər çatdırım? Daha kisəni kəsəndə bu sapları yerə atmayın. Bunları qaz yiyir, düyünlənir, mədəsində qalır, sonra həzm etmir, itokda heyvan itirir, ölür. Yəni bunları yerə atmayın. Və bunları koyun cibinizə, sonra atarsınız. Getdik.
Ha, все dostlar. Tak. Hoşum. Her yan ağappaq qar, yan apilka. Vurduk maşallah. Heyvanların ayağının altı quru. Hoşum. Böyle bir şey. Yumurta yerlerdi bunlar. Böyle bir. Oradan da. Hoşum. Gidelim de hayvanlarımızı salak içeri. Hoşum. Hey be damoy. Yağıştan sonra hayatımız biraz soğuk. Ben sizi için oraya təzə pastel eləmişəm. Gelin. Hadi damoy. Dostlar, bunlar Linda Kuban qazlarıdır. Bunlar hem etlidir hem de yumurtalık. Yani bunlar satılmır. Yazmayın orada, satılır. Bunların ancak güzelleri satılır. Damoy. Hadi damoy. Bunların hovuzları da var dostlar. Dostlar, şimdi hava soğukdu, hovuzu doldurmuram. İnşallah hovuzu hava biraz kızsın. Çünkü indi çimir heyvan, yumurtalayan heyvandır. Çimir gec quruyur. Güneş de yoxçu qurutsun. Özü de özün gec qurudur. İtogda hemen günü yemək də yemir. Çünkü ancaq özünü qurutmaqda, belə deyək də, özü fenləyir özün. O da saatlar çəkir. Günlər keçir, yanıma belə bir şey. Gedin ağıllı balalarım, gedin canlarım mənim. Maşallah, maşallah. Hadi, hadi. Hadi damoy. Öce gecdir, hava qaralır öce. Gün də batır. Yediz içdiz, gedin de evdə yiyin. Evinizdə yiyin. Apilka sərmişəm ayağınızın altına, qəşəng-qəşəng yatarsın inşallah. Dostlar. Maşallah. Ay maşallah. Ay maşallah. Çok rahat yatır. Allah bereket versin maşallah. Hadi bay bay. Qapını da bağlayaq. Şu. Bu bunların opçu darvazalarıdır. 3 metrəni. Eləlik birini açıram indi. Çünki hava yağışlıdır. İkisini açanda yağış dolur içəri. Ona görə birindən istifadə edirlər. Biri pollu bəsdir. Pəncərələri də şu dostlar, bütün setkadır. Splaşnoy setkadır. 48 metre uzunudur. Splaşnoy setkadır. Yani mən yay qış bura bağlamıram. Ay soyuq olar, nə olar. Öyle bir şey yoxdur. Bu da bunların çornuxot. Bu da bunların çornuxotlarıdır. Gecə durub eləyəndə baxmaq lazım olanda belə baxıram. Salamatçılıqdır. Damı da götürək. Qapını bağlayaq. Allah'a emanet. Setkadır ki, hava işləsin pasiyanla.